Deməli, sual belədir ki, dəstəmaz aldığım zaman başa məs çəkmək və qulağa məs çəkmək unutmuşam və belələ namaz qılmışam. Və bu qıldığım namazın hökmü nədir? Sualın məzmunu budur. Cavab odur ki, dəstəmazın fərzlərindəndir başa məs çəkmək. Dəstəmazın fərzlərindəndir başa məs çəkmək və kimlər dəstəmaz alarkən istər unutsun, istərsən qəsdən olsun, fərqi yoxdur. Başına məs çəkmək unudarsa, həmin insan dəstəmazını yenidən almalıdır. Əgər namaz qılmış olsa elə bir dəstəmazla təkrar dəstəmaz alıb həmin namazı qaytarmalıdır. Çünki namazın sağlamlığı dəstəmazın sağlamlığına bağlıdır. Nə zaman dəstəmaz sağlam olarsa, onunla qılınan namaz sağlamdır. Nə zaman dəstəmaz sağlam olmazsa, batil olarsa, onunla edilən qılınan namaz batildir. Buna görə tövsiyəm odur ki, və yaxud da sənin üzərinə düşən vacib odur ki, dəstəmazı təkrar alıb kamil dəstəməz və o yarımçıq və yaxud da batil aldığın dəstəmazla qıldığın namazları təkrar qaytarıb, təkrar olaraq qılmaqdır. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.